4 günlük qələbədən sonra Qubadlı rayonunun Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərinin sakinləri öz ata-baba torpaqlarını bir neçə dəfə ziyarət ediblər. Bu dəfəki ziyarətləri isə xalqımızın milli bayramı olan Novruz bayramına təsadüf edib. Qubadlı rayonunun Tatar, Qaraqoyunlu, Qiyaslı icmasının nümayəndələri, kənd sakinləri bir zamanlar böyük coşqu və izdihamla qeyd etdikləri Novruz bayramını bu dəfə öz doğma yurdlarında reallaşdırıblar. Öncə torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin məzarı ziyarət edilib. Onların keçdiyi döyüş yolundan və qəhrəmanlıqlarından danışılıb. Daha sonra kəndin mərkəzində bayram süfrəsi qurulub və bayram ab-havası yaradılıb. Bu kəndlərin özünə məxsus adətlərindən biri də Novruz bayramında simvolik olaraq seçilmiş şahın, vəzir, vəkilinin məclisə təşrif buyurmasıdır. Qədim xalq adət-ənənələrimizi özündə birləşdirən oyunlar təşkil olunub, səhnələr nümayiş etdirilib, Novruzun gəlişini bildirən tonqal alovlandırılıb. Məclisə dəvət olunan simvolik şah sakinləri salamlayaraq öz tapşırıqlarını verib və sakinlərin bayramını təbrik edib. Qubadlı rayonunun Tatar inzibati ərazi vahidinə daxil olan Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlərini gəzdikcə erməni vəhşiliyinin, vandalizminin şahidi olursan. Dağıdılmış evlər, viran qalmış yurdlar buna bariz nümunədir. Tədbirin sonunda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb. Tədbir xoş xatirələrlə başa çatıb.